Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Sizlər tərəfindən ünvanlanan sualları cavablamağa çalışacağıq. Siz də edə bilərsiniz İslam maarifinə aid olan əqidəvi və digər sualları bizim səhifələrə ünvanlayasınız. İzləyicilərdən biri belə bir sual yazmışdı ki, Ali İmran surəsinin 81-ci ayəsinə əsasən İslam peyğəmbərindən sonra hər hansı bir peyğəmbər gələ bilərmi? Biz ötən bəhslərdə İslam peyğəmbərinin peyğəmbərlərin sonuncu olduğuna dair siz əzizlərlə müzakirə etdik və sonda hər bir neçə şübhə barəsində danışdıq. O şübhələr əsasən bəhailər tərəfindən irəli sürülmüşdü ki, Quran ayələrinə əsasən güya İslam peyğəmbərindən sonra hər hansı bir rəsul yenə Allah tərəfindən gələ bilər. Biz onların gətirdiyi ayələri siz əzizlərlə müzakirə etdik. Onların məntiqinə yaxın olan ayələrdən biri də Ali İmran surəsinin 81-ci ayəsidir. Diqqət edin, bu ayəyə bəhailər istinad etmir, lakin onların məntiqinə yaxındır. Ayənin məzmunu bundan ibarətdir ki, Allah peyğəmbərlərdən əhd alır ki, onlardan sonra hər hansı bir rəsul gəlsə, ona iman gətirsinlər və ona kömək etsinlər. Burada diqqət olması məsələ ayənin ilk sözüdür. Ayə belə başlayır. وَإِذْ أَخَذَ اللّٰهُ مِيثَاقَ النَّبِيِّينَ Allah öz peyğəmbərlərindən misaq, əhd aldı. Burada məqsəd görəsən peyğəmbərlərin özüdür, yoxsa peyğəmbərlərin ümmətidir. Əsasən müfəssirlər deyir ki, burada məsələ peyğəmbərlərin özü deyil, peyğəmbərin ümmətidir. Yəni, keçmiş peyğəmbərlərin ümmətindən belə bir əhd aldıq. Və deyə bilərsiniz ki, ümmətin özü necə əhd bağlaya bilər Allahla? Və burada məlum olur ki, məsələ, yəni biz peyğəmbərlərdən əhd aldıq ki, öz ümmətlərinizə bunu tapşırın ki, sizdən sonra hər hansı bir ilahi şəxs gəlsə, onu da təsdiq edin. Yəni, hər bir peyğəmbərdən əhd aldıq ki, ümmətinə bunu çatdırsın. Məsələn, Həzrəti Musa əleyhissalamdan əhd alındı ki, ümmətinə desin ki, ondan sonra Həzrəti İsa gələcək. Həzrəti İsanı Allahın elçisi olaraq qəbul edin. Və eyni zamanda Həzrəti İsa'dan əhd alındı ki, öz ümmətinə çatdırsın ki, məndən sonra sonuncu peyğəmbər gəlsin. Demək, burada peyğəmbərlərdən əhd alınmaq, yəni bu məsələnin öz ümmətinə çatdırılması kimidir. Niyə görə burada biz deyirik ki, yəni ümmətdən əhd alındı? Çünki növbəti ayədə, yəni Ali İmran surəsinin 82-ci ayəsində Allah Teala buyurur ki, فَمَنْ تَوَلَّ بَعْدَ ذَلِكَ Hər kim bu əhdən sonra üz çevirsə, فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ Qətən bu şəxslərdir, fasiqlər, böyük günaha mürtəkib olanlar. Biz bildiyimiz kimi peyğəmbərlər heç bir formada günah etməzlər. O ki, qalmışdı ki, onlar fisq əhli olsun. Yəni, burada məqsəd həmən peyğəmbərlərin ümmətidir. Yəni, həmən bu ümmət açıq aydın çatdırılmışdır ki, müəyyən bir peyğəmbərdən sonra gələn Allah rəsulunu da təsdiq edin. Hər kim bu sözü eşidəndən sonra təsdiq etməsə, həmən şəxs fisq əhlidir. Bu ayəni digər ayələrlə biz müzakirə nəzərə aldıqda, yəni bu ayəni digər ayələrin və ümumi Quran kontekstində təhlil etdikdə məlum olur ki, burada məqsəd İslam peyğəmbərindən qabaq peyğəmbərlər barəsindədir. Yəni, o peyğəmbərlər barəsində əhd alınmışdır ki, öz ümmətinə sonuncu peyğəmbəri təsdiq etmək, iman gətirmək barəsində əhd alsınlar. Demək, bu ayə onların iddiasının əksidir. Bu ayə demək istəmir ki, peyğəmbərdən sonra bir peyğəmbər gəlsə, onu təsdiq edin. Bəlkə bu ayə peyğəmbərdən qabaqki məsələlərə işarə edir. Yəni, peyğəmbərdən qabaq olan ümmətlər, məsələn, yəhudilər, xristiyanlar, sizin peyğəmbəriniz sizdən bu əhdi almışdı ki, Allah rəsulu gəlsə, onu təsdiq edin, ona iman gətirin, ona kömək edin. Və eyni zamanda Əhzab surəsinin 40-cı ayəsində də açıq formada Allah Teala buyurur ki, İslam peyğəmbəri xatəmən nəbiyyindir. Yəni, nəbilərin
sonuncusu və İslam icması bunadır ki, Allah Rəsulundan sonra hər hansı bir peyğəmbər Allah tərəfindən gəlməyəcək. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.